başlayıb və biz evlərimizə qapanmışıq, daha az hərəkət edirik, əzələ kütləmiz daha azdır. Bu isə yaşlananda daha tez zamanda əzələ və sümük kütləmizi itirməsi nəticələnir ki, bu da təbii ki, yaşlı olduqda ümumiyyətlə arzu olunan hal deyil. Buna görə də sanki insanlar bir növ şişmək, güclü görünmək istəyirlər. Amma mən əminəm ki, tək səbəb bu deyil. Həmçinin də estetik olaraq bizim beynimizə yeridilən bir anlayış var ki, bəs kişi belə əzələli görünməlidir. Hətta bugün qadınlar da başlayıb buna bodybuilding eləyirlər, nə bilim özlərinə protein tozları içirlər, testosteron iynəsi vururlar ki, sırf steroid iynələr vururlar ki, şiş görünsünlər, yekə görünsünlər. Amma nə üçün? Niyə eləyirsiniz bunu? Mənə çox maraqlıdır. İnsanlar niyə bunu eləyir? Tamam, bir insan bunu eləyə bilər. Okey, xoşlayar, bu cür görünmək istəyər, öz qərarıdır. Bunu mən qarışa bilmərəm. Amma bunu niyə təbliğ eləyirsiniz? Axı sizin çoxunuz həkim deyilsiniz. Sizin çoxunuz bu protein dozlarının, bu kreatininlərin falan filan bədənə necə təsir elədiyini, ümumiyyətlə uzun